Salam, kanalıma xoş gəldiniz. Bugün Cənub mətbəxinə aid olan murqutuş yeməyinin reseptini paylaşıram. Yuyub doğradığım kənd toyuğunun üzərinə su əlavə edib bişməyini gözləyirəm. Toyuq bişib hazırdır. Qazanı ocağın üzərindən götürürəm. Yeməyi hazırlayacağım qazanı ocağın üzərinə yerləşdirib içərisinə 2 xörək qaşığı ərinmiş yağ əlavə edirəm. Bu yemək kərə yağı ilə hazırlananda daha dadlı alınır. Yağın içərisinə 1 ədəd xırda doğradığım soğanı əlavə edib qızardıram. Soğan qızarıb açıq qızılı rəngi olan zaman üzərinə 2 dəstə xırda doğradığım cəfərini əlavə edib 4-5 dəqiqə yumşalmağını gözləyirəm. Cəfəri biraz qovrulub yumşaldıqdan sonra üzərinə bişən toyuğu yerləşdirirəm. Bu yemək kənd toyuğu ilə hazırlansa daha ləzzətli olur. Broiler toyuğu ilə hazırlanan zaman çox da ləzzətli alınmır. Üzərindən 1 stəkan toyuğun bulyonundan 4-5 xörək qaşığı da abqora və ya limon suyu əlavə olunur. Mən limon suyundan istifadə elədim. Duzun, istiotunu vurub qazanın qapağını örtüb 10 dəqiqə vam modda bişirirəm. Daha sonra üzərinə əvvəlcədən xırda doğradığım 1 stəkan qoz və 1 stəkanın yarısından nar dənəsi əlavə edirəm. Nar zövqə görədir. Sonra yavaş-yavaş yeməyi əzmədən, zədələmədən qarışdırıram. Qarışdırdıqdan sonra qazanın ağzının qapağı ilə örtüb 5 dəqiqə vam modda bişirib ocaqdan götürürəm. Murqutuş qədim yeməklərdəndir. Bu yeməyi hazırlayıb dadsanız peşman olmarsınız. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək hələlik.